Bugün sənə ən çox yayılmış zərərli vərdişdən danışacağım. Hər hansısa bir maddəni çəkmirsən və ya içmirsən deyə sevinmə ki, sən bu vərdişdən uzaqsan. Elə bəlkə də ən çox məruz qalanlardan biri də sənsən. Elə isə diqqətlə dinlə sözlərimi. Sözü gedən zərərli vərdiş oturmaqdır. Hər nə qədər oturmaq bizim ən çox sevdiyimiz məşğuliyyətlərdən biri də olsa, eləcə də bizim metabolizmamıza, bizim orqanizmimizə ən çox zərəri olan şeylərdən biri də odur və maraqlı tərəfi də ondan ibarətdir ki, bu o qədər sinsi, o qədər gizli bir zərərli vərdişdir ki, çoxumuz heç bunun fərqində deyilik. Bəs uzun müddət oturmaq, gün ərzində saatlarının çoxunu oturmaqla keçirən insanlar hansı risklərə daha yaxındır, hansı problemlər onlarda inkişaf edə bilər, bunlardan danışmaq istərdim. Əvvəla, biz iki ayaq üzərində gəzən bir varlığıq və hər nə qədər oturmaq